Bu before after sətirlər abzaslar arasında məsafənin təyin edilməsi üçün istifadə edilir. E, Amma ki burada special, line special isə nə olur? Sətirlər arasında məsafənin təyin edilməsi üçün istifadə edilir. Aydın oldu? Nə? Spacing də before after abzaslar arasında məsafənin təyin edilməsidir. Bu line spacing isə əslində isə nəyində? Sətirlər arası məsafədir. Left right kənar boşluqlarının təyin edilməsi üçün istifadə edilir. Spesial isə birinci sətirdə biz boşluq qoyuruq. Hər dəfə enter basdıqdan sonra sənədimizin birinci sətrində. Ən birinci başlayanda sənədimizi birinci sətirə boşluq qoyuruq. O boşluğun təyin edilməsi üçün isə spesialdan istifadə. Burada non verilib. Amma mən qoysam ki, first line olsa, daha first line olsa, okey bassam artıq. Mənim sənədim baxın fikir versiniz, Əl-Xarəzmi artıq burada bayaqları şey eləmişəm, sətirlər arasında məsafəni çox qoymuşam. Öcə aləm dəyib bir-birinə. Yəni baxın fikir verin, bu oldu. Başa düşdünüzmü? Aysa, indi onu göstərəm sizə. Bütün hər abzasın deyil, birinci sətir. Bir də bir söz deyim. Bu rejimdir də qoyub da sən ondan niyə dalaşsan ki? Bir də şey var. Mən buradan eləyərəm hanging. Okey basa. Bu əksinədir, təsəvvür eləyin. Bu bir dəqiqə sənədi bitir seçim. Ctrl A. Gələk bura. Baxın. First line. Düzdürmü? Okey bastım. Bax fikir ver. Harda abzas baxın, hər an seçmişəmsə, bax bura first line elədikdə, hər dəfə enter basdıqda, hər dəfə enter basdıqda. Oranı mən normalda məktəbdə nə edirdik biz müəllim yazarında? Yeni sətirdən abzasda boşluq qoyduq. Başa düşdünüzmü? Hangi elədikdə isə baxın fikir verin. Bunun əksini elədikdə isə sən sual verdin, Aycin dedin, birinci sətirdə mi ancaq olur? Seçsənsə orada olur. Amma mən bütün sənədi seçdim deyə hər abzasın birinci sətri oldu. Sən sənədin birinci sətri yox, başa düşdünmü? Bəs hangingdə nə olur? Düşmür hər ehtimala qarşı sizə deyim bunu. Burada əksinə olur, başa düşdünüzmü? Birinci sətr beləsinə olur, ikinci sətr belə aşağıya sovrulur. Başa düşdünüzmü? Baxın fikir verin. Bu form. Ay sağ ol, ay sağ ol. Bir ikinci sətirdən, birinci sətirdən başqa hamısı üçün boşluq buraxılıb. Başa düşdün? Hanging. Bu daha. Burada isə normalda biz dədə-baba üsulumuz first line-dır da. Birinci sətrimizi boşluq qoyuruq. Aysa. Da bax da, daha. Sən normalda yazı yazanda neyniysən? Yazını yazsan, növbəti sətrə keçəndə boşluq qoysan, başlayırsan yazmağa. Da dibdən başlamısan ki. Düzdürmü? Abzasdan başlayırsan da, düzdür? Baysa bu o rejimdir də. Başa düşdün? Aha. Sonra gəldik nəyə? Line and var, məsəl üçün pəncərənin saxlanması, birlikdə saxlanması, bölünməsi və s. bu rejimlərdir. Buna dərinləməsi ilə ehtiyac yoxdur. Gəlin indi find-a. Bunu demişdim sizə, stili demişdim. Gəlin indi find-a. Demək, burada editingdə 3 dənə əmr var. Find, replace, bir də ki nə? Select var. Find tapmaq deməkdir. Məsələn, findin qısa düyməsi nədir? Ctrl F-dir. Bunu klikləyim. Qısa düyməsi Ctrl F-dir. Find-a gəlmək üçün hansı üsulları? Ya mən burada find-i basacağım, ya Ctrl F-i basacağım. Burada navigation panel açılır və yaxud da view-da da navigation paneli açmaq olur. Find nə deməkdir? Mən seçirəm ki, burada nə bilim, riyaziyyat seçək. Riyaziyyat. Sizə deyir ki, 8 dənə element tapıldı riyaziyyat adında. Harda hansı səhifələrdədir? Baxın, hansı səhifələrdə birinci və ikinci səhifələrdə tapılıb, onu belə göstərir sizə. Sonra isə gəldi, result sözlərini göstərir. Baxın, burada olur, burada olub. Harda hansı cümlənin qarşısında çıxıbsa, sizə onları göstərir. Navigation panel. Yəni, sözün tapılması üçün istifadə edilir. Kontrol. Əvvəlki rejiminə qaytaraq da qayıtdım.
Sonra isə gəlir replace nə deməkdir? Replace əvəz etmək deməkdir. Replace findin qısa düyməsi Ctrl F idi. Replace'in qısa düyməsi isə Ctrl H-dır. Əvəz etməkdir. Replace klikledikdə find and replace deyə belə bir pəncərə açılır. Burada find bayaqları tanış olmuşdur. Tapılmasıydı. Replace əmrində isə sən riyaziyyat sözünü deyir axtar. Əvəz elə məsələn informatika. Replace qarşıma çıxan ilk götürəcək sözü əvəz edəcək. Amma replace ol elədikdə isə bütün deyir ki 8 dənə element var. Hamısını əvəz edinmi? Məndən bunu soruşur. Deyirəm okey. Artıq harda sən burada bu mətnimdə harda riyaziyyat görsəniz fikir verin informatika oldu. Gördünüz mü? Əvəz etdim. More daha çox əmr və sair var. Bunu close edib. Bir də var go to əmri. Go to nə deməkdir? Tutaq ki mən yazıram 4, 6. Go to yazıram. Gedirəm sənədimin 6-cı səhifə. Sənədim mənim neçə səhifədən ibarətdir? 5 səhifədən ibarətdir deyə olmur da. Baxın, mən hal-hazırda gedirəm 1 yazıram. Go to eləyirəm. Gedir hara çıxır? 1-ci səhifəmə çıxır. Bir də var, mən hal-hazırda 1-ci səhifədəyim. Bunu götürürəm buradan. Plus 2 yazıram. Go to eləyirəm. Hal-hazırda gedir neçənci səhifəmə. Gələk baxaq görək. Neçənci səhifədəsən? 3-cü səhifədəsən. Bir də var ki, minus seçirsən. Minus. Baxın. Məsələn, minus 1 yazıram. Düzdürmü? 3-cü səhifədəyim. Neçənci səhifəyə gedəcək? Gəlib baxırıq görürük ki, 2-ci səhifə. Hə. Bax, indi sən bir dənə buraya yaz. Məsələn, hal-hazırda 2-də idi. Plus yazıram 8. 2-dəyəm plus 8 yazıram. Normalda siz plus 8, 2 üstü 8, 10 eləyir axı. Amma mənim sənədim 5 səhifədən ibarətdir. Gedəcək, nə eləyəcək bilirsiniz? Ən axırıncı səhifəmə. Baxın, 5-ci səhifəyə getdi. Ondan o tərəfəsi yoxdur axı. Bəs mən minus götürsəm, minus 8 yazsam, minus 7 yazsam, go to eləsəm, axı mən indi hal-hazırda 5-ci səhifədəyim, düzdürmü? Minus 7 yazsam, 5-dən 7 çıxanda necə edəcək? Mənfi 2, mənfi ola bilməz axı. Gedir çıxır, hara? 1-ci səhifəyə. Başa düşdünüzmü? Go to məsələləri düşür. Miqə də düşür. Əsasən miqə düşür. Demək, sən konkret olaraq 6 yazdın, 6-ya gedir. 8 yazdın, 8-ə. Hə, sən deyə bilərsən ki, bəs mən burada kitabın 5 səhifədən ibarətdir. Mən yazıram 8, go to elədim. Xoş. Ay, sağ ol. Bax, fikir ver, getdi axır. Yoxdur axı, ən sona getdi. Deməli, nə edirik go to-da? Qısa düyməsi Ctrl C-dir. Bunu bildik. Qısa düyməsi Ctrl C-dir. Və mən konkret rəqəmlər yazıramsa, 6 yazıram 6-ya gedir, 8 yazıram 8-ə gedir, 9 yazıram 9-a və s. Bu getdi. Məsələn, sənədim mənim 10 səhifədən ibarət, mən 12 yazacağamsa, onda dayanacaq, ona gedəcək. Hə, bir də var plus minus məsələsi. 5-dəyəm plus 6 yazaram. Əgər mənim kitabım böyük səhifədən ibarətdirsə, 11-ci səhifəsi var, gedəcək 11-ə. Yox, mənim sənədim tutaq ki, bayaqları nümunə kimi göstərdi. 5 səhifədən ibarət. Mən də 2-ci səhifədəyim. Plus 8 yazdım. 2 8 10 eləyirəm. Amma mənim sənədim 5 səhifədə gedəcək, sonda dayanacaq. Minus yazıram. Mənfiyə düşürsə gedəcək 1-ci səhifədə dayanacaq. Aydın oldu mu? Tamam. Bir də var select. Select nə deməkdir? Seçmək deməkdir. Select all elədikdə, yəni bütün sənədin seçilməsi Ctrl A-dır. Biz select-ə aid tapşırıqlar işləyəcəyik. Yəni hansı seçmək, necə hərəkət etmək və s. Bir də gəlir select object, obyektin seçilməsi və s. Bu cür bitdi.